Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Söhrəm Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Respublikanın hökumət sədri Abdusəməd Həmidov Kaspisk Aeroport avtomobil yolunda aparılan rekonstruksiya işlərinə nəzər yetirib. Müvafiq ərazidə yolun hər iki tərəfində qurumaqda olan ağaclar onun narazılığına səbəb oldu. Burada səki və keçidlər inşa edilməli, yaşıllıq salınmalıdır. Gərəkli vəsait buraxılıb, nəyə görə bu işlər təmin edilmir? Aeroportdan Mahaçqalaya gedən yol simasında Respublikamız qiymətləndirilə bilər. Dağıstana təşrif buyuranlarda Respublika barədə gözəl təəssürat formalaşmalıdır deyə o özünü müvafiq xidmət sahələrinin rəhbərlərinə tutaraq gərəkli tapşırıqlar verib. Həmidov inşaat işləri ilə məşğul sifarişçilərə bütün işlərin müəyyən olunan müddətlərdə və təsdiqlənmiş layihə smeta sənədləri çərçivəsində başa çatdırılması gərəkliyini xatırlatdı. Müvafiq ərazidə su kəmərinin yoxluğu da tənqid atəşinə tutuldu. Əgər su olmazsa bütün ağac və yaşıllıqlar məhv olar. Elə buna görə də layihə smeta sənədlərə düzəlişlər yer edilməlidir. Ərazi inşaat tullantılarından təmizlənməlidir. Məhsul Nazirlik və İdarə rəhbərlərinə hökumət sədri yüksək kateqoriyalı yolun inşasını təmin etmək barədə tapşırıq verdi. Respublika hökuməti sədrinin müavini Şarip Şaripov Dövlət və Bələdiyyə İdarəsi proqramı üzrə Respublikanın bələdiyyə qurumları rəhbərlərinin ixtisasını artırma kursları çərçivəsində səmərəli aqrosənaye kompleksi inkişaf layihəsi üzrə məruzə ilə çıxış edib. Öz çıxışında o, önəmli inkişaf layihəsinin əsas məqamları üzərində dayandı, eləcə də yerlərdə kənd təsərrüfatçılarının toqquşduğu daha kəskin problemlərdən söhbət açdı. Şaripovun sözləri ilə yerlərdə işlərin zəif təşkili başlıca problem olaraq qalır. Kənd təsərrüfatı sahəsinin mütəxəssislərlə təmini, işçilərin sayı, əmək haqqı, tələbatçı kooperativlərinin təşkili və digər sahələr məruzəçinin diqqət mərkəzində saxlanıb. Dağıstan Dövlət Texniki Universiteti binasında 2 həftə gedişində Şarip Şaripov, eləcə də bir sıra nazirlik və idarələrin rəhbərləri Dövlət və Bələdiyyə İdarəsi məsələləri üzrə məruzələrlə çıxış edəcək. Tanınmış jurnalist, ictimaiyyətçi Maksim Şevçenko Vətəndaş Jurnalistikası Məktəbinin dinləyiciləri, tələbə və blogerlərlə görüşüb. Görüş söhbət formatında aparılırdı. Şevçenko öz peşə fəaliyyəti üzrə tədbir iştirakçılarına geniş məlumat verdi. O, sui-qəsd nəticəsində həlak olmuş Dağıstanlı jurnalistlərin Hacı Murad Kamalovun, Harun Qurbanovun və bir sıra başqalarının xatirəsini yad etdi. Görüş gedişində siyasət, mədəniyyət və müxtəlif sahələrdə mövcud vəziyyət üzrə fikir mübadilələri də aparıldı və bu məsələlərin peşəkar səviyyədə işıqlandırılması imkanları diqqət mərkəzində durdu. Master-klass 2 saatdan artıq davam etdi. Respublikada xarici məhsulların yerli mallarla əvəzi üzrə müvafiq proqram uğurla yerinə yetirilməkdədir. Hər gün Dərbənd rayonunun sahibkarları Rusiyanın mərkəzi şəhərlərinə 1000 tondan artıq tərəvəz yola salır. İndinin özündə sahələrdən tər kələm yığılır. Bütün bunlara baxmayaraq müəyyən risklər də istisna edilmir. Bazarlarda mövcud vəziyyət daha diqqətlə nəzərdən keçirilməli, tədqiq olunmalıdır. Əks təqdirdə Respublika vətəndaşlarını əliyetər qiymətlərə tərəvəzlə təmin etmək qeyri-mümkündür. İcarədarlar öz mallarını yol kənarındakı bazarlarda belə realizə etmək imkanını əldən vermirlər. Müvafiq mövzuda söhbət icarədar Kamal Nəcəfovla davam etdirildi. O, icarəyə götürdüyü torpaqda bol məhsul yetişdirib və maksimal gəlir əldə etmək iqtidarındadır. Kələmdən əlavə sahələrdə bol bibər və badımcan da əkilib. Nəcəfovun sözləri ilə vətəndaşlar xaricdən gətirilən məhsullara deyil, yerli mallara üstünlük verirlər. Belə ki, həm rayon ərazisində, xüsusilə Bilicidə kənd təsərrüfatı məhsulları istehsalçıları kimyəvi gübrələrdən praktiki olaraq istifadə etmirlər. May ayının 20-sində Mahaçqalada Dostluq evində Dərbəndli rəssam Mir İsmail Səyidovun Şairanə Qəlbim adlı sərgisi nümayiş etdiriləcək. Onun işləri bədii ixtisas təhsilinin yoxluğuna baxmayaraq olduqca rəngarəng və originaldır. Səyidov 2 janr, peyzaj və natürmort üzrə işləyir. Müvafiq sahəli mütəxəssislərin fikrincə o əsl sənətkar, istedadlı rəssamdır. Onun əsərləri öz məna dərinliyi, rəng harmoniyası, gözəlliyi, lirikası ilə seçilir. Sərginin təntənəli
təntənəli açılışından sonra studiya zalda Dərbəndin 2000 illiyinə həsr edilmiş tədbirdə baş alacaq ki, burada Mahnı və Arzu Qanadlarında festivalının qalibləri böyük proqramla çıxış edəcəklər. Proqramda Dəmir Qapı Dərbəndə həsr olunan səhnələşdirilmiş hissələr, mahnılar, musiqi əsərləri, xoreografik nömrələr nümayiş etdiriləcək. Şeir həvəskarları isə müxtəlif dillərdə Dərbəndə, onun tarixinə həsr olunmuş əsərlərə dinşək kəsiləcəklər. Böyük qələbənin 70 illiyi şərəfinə Respublikanın şəhər və kəndlərində müharibə iştirakçılarının xatirəsini əbədiləşdirən abidələrin açılışı davam edir. Böyük Vətən müharibəsi illərində soydaşlarımızın kompakt yaşadığı Rutul rayonunun Aşağı Katruq kəndindən cəbhəyə 114 nəfər yola salınmış və onlardan 48 nəfər döyüş meydanlarından geri dönməmişdir. Bu barədə kənddə abidənin rekonstruksiyası üzrə xərcləri öz üzərinə götürmüş Aşağı Katruq kəndinin sakini, Dağıstanın Dövlət Əmlakını İdarə Nazirliyinin müşaviri Ələfdin Abdullayev. Ələfdin müəllim, əvvəla xoş gəlmisiniz redaksiyamıza. 9 may qələbə günü ərəfəsində, Böyük qələbənin 70 illiyi ərəfəsində Rutul rayonunun Aşağı Katruq kəndində Vətən müharibəsi iştirakçılarını xatirəsini əbədiləşdirən abidə ucaldılıb. Abidənin ucaldılmasında məhz siz iştirak etmisiniz, sizin əməyiniz olub. Bu barədə buyurun. Bizim Rutul rayonunda bir kənd var. Azərbaycan kənd. Bizim kənddən 41 ildə dəvəyə gedibdi 114 adam. Dəvədən gəlməyibdi 48 adam. Bizim hamı evdən bir kişi gedibdi dəvəyə. O dəvə deyməyən ev yoxdur. Kənddə abidə var. Dəvədən sonra tikilib, köhnəlib, dağılıb gediydi. Biz kəndin rəhbərliyi ilə, cəmiyyətin kəndinə ixtilat edib, danışıb. O мнениyə gəldik, abidə rekonstruksiya eləmə. Bizim cəmiyyətinlə bir yerdə abidəni tikmişik. Rutul rayonunun başçı çox yaxşı dəstəklədi. Bizim abidənin açılışdı. Çox adamlar vardı, çox qonaqlar gəlmişdi. Bütün hamı Qatruqlular, даже Urusotdan gəlmişdi adamlar o işə. Yığılmışdı hamı nəvələr, nəticələr yığılmışdı o gün, o veteranların. Bizim kəndin mütəbər adamlar, tanınmış adamlar çoxdur. Bizim var polkovnik Abdulazizov Sadık Abdulazizoviç, polkovnik внутренних войск в отставке Gasanov Abrika Bakaroviç. Gene de çox avtoritetli adamlar gəlmişdi kəndə. Kəndin mədəniyyət evi kollektivi çox yaxşı konsert verdi. Məktəbin uşaqlar çox yaxşı hazırlamışdı. Çox sağ olsun hamı gələnlər, hamı adamlar özlərinin borcu idi. Hazırda veteranlardan sağ qalanlar varmı? Bizim Rutul rayonunda 3 veteran var. 2 veteran bizim kənddədir. Onlardan Emir bir veteran, Camalov Calal ikinci veteran. Onlar indi kənddə yaşayırlar. Kənddə daha nə kimi yeniliklər var? Bizim Qatruq kənddə 2014-cü ildən kənd sakinləri arasında volonter adətə düşübdü. Mənimlə bir yerdə orgkomitet, cavan adamlar o xaricini alıbdı. Biz o orgkomitetinin bir yerdə rişət edirik, hər il o turniri keçirmə. Hamı Qatruq cəmiyyət oraya gələndə bir-birini görür. Bir-birinin 2 il, 3 il görməyən adamlar bir-birini o günlər görür. 2-ci, 3-cü mayda hər il. Onun üçün biz o tradisiyanı eləmişik. Hər il görüşmə o gün. Nə desə də bizim adamlar bir yerdə olur, görüşürlər. Qom-qarava bir yerdə yığılırlar. Deməli, Mahaçqaladan, Rusiya şəhərlərində yaşayan Qatruqlular həmən gün kəndə yığışır. Başlayıb o severni частен Dağıstanda da Южный Сухокум, Starumovka, Kizlar, Mahaçqala, Dervent, Tazakent var bizim переселенческий kənd, Bayram kənd rayonundan. Hamı yığılırlar üzlərin doğma kənddən, Qatruq kənddə. Mükafatlar verilirmi qalib gələnlərə? Yəni bu Qatruqlar arasında komanda yaradılır. Gənclər, məktəblilər arasında yoxsa böyüklər arasında? Turnirdə участвовать edirlər. Hamı qoca kişi də oynama istəsə çıxırlar oynama. Cahil cavanlar da çıxıb oynayırlar. Çox yaxşı keçir, maraqlı keçir. Qutaranda da merapriyatiya biz həmişə konsert veririk. Gramatalarla da nagrajdat edirik. Hamı olurlar şad, razı qalırlar, gözləyirlər bir dəki ili. Ki yenə də yığışsınlar, yenə də görüşsünlər. Yenə də görüşsünlər, yenə də yığılacaq biz. 2 may 2016-cı ildə. Uğurlar sizə. Sağ olun.
Dağıstanlılar 2016-cı il iyul ayının 1-də start götürəcək Ümumrusiya kənd təsərrüfatı siyahıya alma prosesində iştirak edəcək. Statistika bazasında ölkənin kənd təsərrüfatı əhəmiyyətli torpaq ehtiyatları, torpaqdan istifadə, ölkə boyunda nə qədər təsərrüfat mövcuddur və hansı məhsulun yetişdirilməsi ilə məşğul olunur və torpaqda çalışanlar barədə məlumat toplanacaq. Siyahıya almaya bir sıra yeni suallar da daxil ediləcək. Əldə olunmuş məlumat müasir torpaq ehtiyatları barədə xarici məhsulların yerli istehsalla əvəz edilməsinin nizamlanması üzrə qərarların qəbuluna əsas verəcək mühüm əsaslar mənbəsi olacaq. Cari yaz aylarında Dağıstanda 626 hektar sahədə yeni üzüm bağları salınıb. Burada Babayurt, Kumturqala, Süleymanstal, Qaytaq, Serqaqala və Tabasaran rayonlarında proqram göstəriciləri 100% tətbiq edilib. Ümumiyyətlə, cari il gedişində 2000 hektarda üzümlüklərin salınması planlaşdırılır. Siz xəbərlər buraxılışını dinlədiniz.